öyrənmişik ki, söz birləşməsinin əsas tərəfi feilin təsriflənməyən formalarla ifadə olunarsa, bu cür birləşmələr feili birləşmələr adlanır. Amma bəzi məqamlarda nələrə diqqət etməliyik? Əgər söz birləşməsinin əsas tərəfində məsdər şəkilsi, feili sifət şəkilsi qəbul etmiş sözlər varsa, biz bunları birbaşa feili birləşmə adlandırmalıyıq. Nələrə diqqət edirik? Əgər həmin şəkilsini qəbul etmiş söz eyni zamanda mənsubiyyət şəkilsi qəbul edərsə və özündən əvvəldə yerləşən hər hansısa bir, məhz özündən əvvəlki söz deyil, özündən əvvəldə yerləşən hər hansısa bir yerik halda olan sözlə əlaqələnərsə, bu cür birləşmələr isim birləşmələr hesab olunur. Digər nümunəmizdə şagirdin yaxşı oxuyanı, burada da an feili sifət şəkilsi, mənsubiyyət şəkilsi qəbul edib və şagirdin sözü ilə əlaqələndiyi üçün bu da ismi birləşmədir. İzah etməyi, məstər, mənsubiyyət, müəllimin izah etməyi. Bu da ismi birləşmə hesab olunur. Şagirdin dərsə hazır gəlməyi, yenə də məsdər şəkilsili söz, mənsubiyyət şəkilsi qəbul edib, şagirdin sözü ilə əlaqələndiyi üçün ismi birləşmədir. Amma şagirdin oxuduğu, müəllimin danışdığı bu kimi ifadələrdə, yəni dıq üstə gəl mənsubiyyət şəkilsini biz hər zaman necə öyrənmişik bütövlükdə? Bu şəkilsi hər zaman qrammatikada bütöv şəkildə öyrənilir. Ona görə bu cür birləşmələri biz ismi yox feili birləşmələr hesab edirik.